Qəhrəman Qəhrəmanzadə, Ajan Qulam. Qayğanaq kanalı üçün səsləndirilib. Dəstək üçün kanala abunə olmağı unutmayın. Ajan Qulamdır, posta durandır, çadraya dəymir, yaxşı oğlandır. Bir dəstə küçə uşağı səs-səsə verib bu sözləri oxuya-oxuya gedirdi. Yol ilə keçən nahiyə rəisi bu mahnını eşitcək ayaq saxladı. Uşaqlara qulaq asdı. Çadraya dəymir, yaxşı oğlandır, deyə öz-özünə donquldanmağa başladı. Demək, o bizim və hökumətin əmrini yerinə yetirmir. Eybi yoxdur. Rəis yoluna davam elədi. O, nahiyənin qapısına çatarkən qapı ağzında növbədə dayanmış ajan rəisin gəldiyini görüb tez yoldaşlarına xəbərdarlıq etdi. Rəis! İstirahətdə olan ajanlar bu səsi eşitcək, kimi köynəkcək, kimi də şalvarının balağını darta-darta qaçıb koridorda sıraya düzüldülər. Rəis kərpiç pilləkənləri yuxarı qalxıb, təkəbbürlü addımla onların qarşısından ötüb keçdi. Sonra yadına bir şey düşmüş kimi geriyə dönüb onları bir-bir nəzərdən keçirtdi və üzünü ajanlara tutub acıqla soruşdu. Ajan Qulam gözümə dəymir. Hanı Ajan Qulam? Cənab-ı rəis, axşamdan növbətçidir. Hələ gəlib çıxmayıbdır. Yəqin ki, indi birazdan gələr, deyə ajanlardan biri ehtiramla ona cavab verdi. Yəqin ki, gələr, deyə rəis onun ağzını əydi. Sonra sifətini turşudub əlavə etdi. Belə də iş olar. Ajanlar sahibsiz mal kimi öz başlarına olublar. İstədikləri vaxt nahiyəyə gəlirlər, istədiyi zamanda cəhənnəm olub gedirlər. Nə böyük sayırlar, nə də rəis. Biz cəmaatı nizam-intizama dəvət edirik. Lakin özümüz işimizdə hərc-mərcilik törədirik. 3 cüt bir tək qotur ajanla ölkəni idarə elə. Onların da çoxu nəşəxor, qumarbaz, it oynadan. Ajanlar yetim uşaq kimi başlarını aşağı salıb, dinməzcə gözlərini döyürdülər. Rəis üzünü duranların birinə tutub dedi. Həsən Əli, get bu saat o bir şərəfi harda olsa qulağından tut, sürüyə-sürüyə gətir yanıma. Eşitdin? O öz otağına girdi. Rəis gedəndən sonra ajanlar dərindən nəfəs alıb pıçıldaşdılar. Görəsən nə olub? Yəqin rəisə bir şey verməyib. Yox, deyəsən burada başqa məsələ var. Təqsir özündədir. Zalım oğlu zalım. Rəisi görəndə gəlin təki qaçıb gizlənir. Elə bir rəis onu hop eləyib udacaqdır. Meydanda dövrə vurub oturmuş adamlar ortalıqda xoruz təki səssiz-səmirsiz bir-birinin üstünə sıçrayıb döyüşənlərə tamaşa edirdilər. Baxıb gülüşürdülər. Döyüşənləri heç kəs aralamırdı. Nəhayət onlar yoruldular. Hər ikisi qanadı sınmış xoruz kimi qollarını yanlarına salıb tövşəməyə başladı. Çoxdan bəri bir küncdə gizlənib dalaşanları izləyən Ajan Qulam böyürdən çıxaraq fışqırıq çala-çala onlara tərəf yürüdü və izdihamı yararaq qabağa yeridi. O, dalaşanları yaxalayıb vurmağa başladı. Köpək uşaqları, qudurubsunuz? Yalnız artıq düşüb? Bu saat sizi qoduqluğa salaram, əqliniz başınıza gələr. Tamaşaçılar onu lağa qoyub gülməyə başladılar. Ohoho, ajan tapıldı. Sən öləsən, itən qardaş gəlib çıxdı. Ey ajan, daha sənə ehtiyac yoxdur. Ucadan danışmayın, nəşəsi dağılar. Ajan Qulam dalaşanların biləyindən bərk-bərk tutub, gedək, deyə əmr elədi. Getdilər. Ajan Qulam onları yolun ortasında saxladı. Hə, necəsiz uşaqlar? Sizi nahiyəyə aparsam necə olar? Yaxşı olar ki, haqq hesabı elə burada kəsək. Atalar yaxşı deyib ki, suyu bəndindən bağlamaq lazımdır. Hə, gör nə deyirəm. İstəyirəm sizə yaxşılıq eləyim. Axı ajan olanda nə olar? Mənim də əlimdən elə bu gəlir də. Gör nə deyirəm. Siz öləsiniz, indiyə qədər məndən heç toyuq da inciməyibdir. Axı niyə də incisin? Gör nə deyirəm. Əl-əli yuyar, əl də qayıdıb üzü. Əgər şəhər uşağı olmasaydınız, o başqa məsələ idi. Səhər biz küçədə üz-üzə gələcəyik. Onda mənə nə deyərsən? Gərək yer aralana, mən də yerə girəm. Belə deyilmi, hə? İndi əlinizi salın cibinizə görək nə çıxır. Nahiyəyə aparsam, işlər fırıq olacaq. O sözünü qurtarıb dalaşanların üzünə baxdı. Dalaşanlar canlarını qurtarmaq üçün ajanı tərifləməyə başladılar. Kişi lap qızıl kimi adamdır. Əsl müsəlmandır. Ajan başı, bir bu çayxanaya dönək, sonra görək nə olur. Ağa durur, ağacan da yanında. Onlar Ajan Qulamı çayxanaya saldılar. Ajan Qulam da tərəddüd etmədən çayxanaya girdi. Çayxananın xəlvət küncündə oturdular.
Ajan Qulam otura-otura üzünü çayçıya tutub ucadan əmr etdi. Mənə qəlyan gətir, təmbəkisini də çox elə. Dalaşanlardan biri dedi. Ajan başı, bir qələt idi eləmişik, gərək dalaşmayaydıq. Ancaq şeytan aramıza girdi. Vallahi təqsir şeytanda oldu. O biri əvvəlkinin sözlərini təsdiq elədi. Sən öləsən ajan başı, biz bununla qardaş kimiyik. Dostuq. Dost dolaşar da, barışar da. Biz bir-birimizdən şikayətçi deyilik. Qulam qabağındakı çaydan bir qurtum içib dedi. Düzü, insafım qəbul etmir ki, sizi nahiyəyə aparam. Özünüz yaxşı bilirsiniz ki, orada kim oturubdur. Burada 10-15 tümənlə qurtaran iş, yəqin ki, nahiyədə 20-25 tümənlə qurtarmaz. Gör nə deyirəm, indi sizi barışdıraram, çıxıb gedərsiniz. Allah sənin kölgəni üstümüzdən əski eləməsin, deyə onların hər ikisi birdən cavab verdi. Qərarım bundan ibarətdir ki, gözümün qabağında öpüşüb barışasınız. Bunu eşidər-eşitməz, dalaşanlar qollarını sarmaşıq kimi bir-birinin boynuna dolayıb, marça-març öpüşməyə başladılar. Ajan Qulam onları zorla bir-birindən aralayıb gülə-gülə dedi. Siz lap aşıq-məşuqsuzmuş ki. Bax belə ha, əqli olan adam dava eləməz. Gör nə deyirəm. Dalaşanlar Ajan Qulamın ovcuna pul basıb, azdırsa çox hesab elə, el oğlu, deyə ayağa qalxdılar. Ajan Qulam, "A kişi, istəməz, nə xəcalətlikdir", deyə pulu alıb tələsik cibinə bastı. Əlini dalaşanların çiyninə vurub, "Gedin, bir də dalaşmayın", dedi. "Gör nə deyirəm, bir də dalaşmayın." Onlar çıxıb getdikdən sonra Ajan Qulam papağını çıxarıb qabağına qoydu. Sulu qəlyanı nəşə ilə sümürüb, "Ajanlıq yaxşı şeydir", dedi. "Ancaq qurdalayan olmasa." Bu zaman Ajan Həsənəli tələsik özünü çayxanaya saldı. "A Qulamxan, hardasan? A kişi, belə də iş olar. Heç olmasa gəl o xarabaya bir baş çək də. O bir şərəf rəisin gözünə göründə. Səhərdən səni axtarmaqdan itə dönübdür. Sən pir olmuş da qaçıb giribsən çayxanaya. Mən ölüm, zarafatı boşla", deyə Ajan Qulam qorxa-qorxa yoldaşının üzünə baxdı. Həsənəli əlinin üzünə vurub and içməyə başladı. "Bu sən öləsən, rəis səni çağırır. Mənə dedi ki, get Ajan Qulamı harda tapsan, qulaqla yanıma gətir." Ajan Qulamın canına qorxu düşdü. O tüpürcəyini zorla udub, "Görəsən cənab rəis mənə nə edəcəkdir?" deyə soruşdu. "Turşuya basacaqdır. Az alım, ona da bir şey versənə, elə əlinə düşəni içəri ötürürsən." Ajan Qulam təşvişə düşdü. "Bu nə sözdür? Sən öləsən, qardaş canı, əlimə keçəni onun boğazına dürtürəm." Onlar bir müddət dinməzcə bir-birinin üzünə baxdılar. Durub gedərkən Ajan Qulam əlini göyə qaldırıb, "Allah, canımı sənə tapşırıram", dedi. "Özün mənə kömək ol." Ajan Qulam gəlib rəisin qapısının ağzında dayandı və oğru pişik kimi qapını ehmalca aralayıb başını içəri soxdu. Rəisin qəzəbli olduğunu görüb bədəninə vəlvələ düşdü. Başını qapının arasından çəkib, "Yaxşısı budur gedim, rəisin hirsi soyuyandan sonra gələrəm", deyə pıçıldadı və dala dönmək istərkən Ajan Həsənəli özünü yetirib onu itələdi. Otağa salıb qapını örtdü. Qulamın tappıltısına rəis diksindi. Bir neçə addım irəli gəlib, "Köppək oğlu", deyə bağırdı. "Madəri sək! İndiyə qədər hardasan?" "Qurban sənə ağay rəis, ərzin nədir? Bu saat yerinə yetirdim." Rəis bir addım da irəli gəlib Qulamın lap qabağında dayandı. "Bura haradır?" Bura? Necə yəni haradır? Məgər cənab rəis bilmir ki, bura haradır?" "Pədəri sək, tülkü köpək oğlu. Mən yaxşı bilirəm, səndən soruşuram. Bura nahiyədir. Nə üçün gəlib getmirsən? Bu yekəlikdə şəhərdə gördüklərindən, eşitdiklərindən niyə xəbər vermirsən? Yoxsa sən də tudəyə olubsan, hə? Şahın əleyhinə gedirsən." Bu nə fərmayışdır cənab rəis? Atam sənə qurban. Şahdan başqa mənim kimim var? Göydə Allah, yerdə o kişi. Quru sözdən şey çıxmaz. Tehran şahın əleyhinə gedənlərlə doludur. Sən onlardan indiyə qədər birini tutub yanına gətirməyibsən. Görünür tutanda da buraxırsan. Bu xəyanətdir. Həm şaha, həm də məmləkətə xəyanətdir, ağay Qulamxan. Camaat sənə mahnı qoşub oxuyur. Səni işdən xaric edəcəyəm. Vəssalam. Məni balalarının başına dolandır ağay rəis. Vallah, billah çalışaram şahın düşmənlərindən tutub gətirərəm. Belə dədəm sənə qurban cənab rəis. Mənə rəhmin gəlsin. Ajan Qulam gözünün yaşını sel kimi axıdaraq rəisin ayaqlarına düşdü.
Bu gündən ajan Qulam küçə-bə-küçə gəzib şahın əleyhinə iş aparan adam axtardı və nəhayət axtardığını tapdı. Günlərin bir günündə ajan Qulam ümidsiz halda nahiyəyə getdiyi vaxt küçədə bir pinəçiyə rast gəldi. Ajanın çəkməyə bir şeyi yox idi. O yaxınlaşıb pinəçinin yanında oturdu. Tənbəki istədi. Qoca kisəsini çıxarıb ajanın qabağına qoydu. Ajan Qulam tənbəkini kağıza büküb iştahı ilə somurmağa başladı. Bunu görən qoca pinəçinin Qulama yazığı gəldi. Dərdli-dərdli başını tərpədib, zəmanə, zəmanə, dedi. Nə ajanında qalıb, nə pinəçisində. Hər şey günü-gündən bahalanır. Bir girvənkə tənbəkinin pulunu qazanmaq olmur. Allah özü kömək olsun. Qulam öz axtardığını belə tapdı. O qoca pinəçini darta-darta nahiyəyə gətirdi və deyirlər ki, bu gündən ajan Qulamın mahnısı kəsildi. Dinlədiyiniz üçün təşəkkürlər. Video haqqında fikirlərinizi şərh bölməsində qeyd etməyi unutmayın. Videonu bəyəndinizsə dostlarınızla paylaşın. Dəstək üçün kanala abunə olun.